hoş gelmişsiniz. Bugün Türk Devletleri Teşkilatı sadece emekdaşlık platforması değil, ciddi geosiyasi merkezlerden biri kimi formalaşır. Ortak tarih ve etnik köklerimiz, müşterek milli mənəvi dəyərlərimiz bizi bir aile kimi birleştirir. Türk devletlerinin vahid güç merkezi kimi çıxış etmesi oldukça vacibdir. Ölkələrimiz arasında hərbi və hərbi texniki sahədə əməkdaşlıq çox önəmli faktorlardan biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq iki tərəfli və çox millətli hərbi təlimlər keçirilmişdir. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm.